Oksigenin azona çevrilməsi zamanı qabda təzyiq 20% dəyişib. Oksigen azona çevrildi. Başlanğıcda bilmirəm nə qədər əlimdə qaz və oksigen var. Bunu A ilə işarə elədim. Və gördüyüm kimi, əgər 20% dəyişilibsə, əgər oksigen azona çevrilirsə, bu azalma prosesi ola bilər. Çünki qabda mol miqdarımız azalır. 3x miqdarında oksigen sərf olunsun, 2x miqdarında azon alınsın. Deməli, əlimizdə A-3x üstə gəlmək 2x qaz qarışığı olacaq. Deməli, son qarışığımız A-x. Baxın, deməli, mol miqdarım nə qədər azaldı? A molu idi x. Əgər 20% azalma varsa, deməli, bax, bu A bizim 100%-imizdir. X da 20%-imizdir. Buradan x-i tapdım. 5A. Daha doğrusu A-nı tapdıq. 5x. Demək ki, qabımızda 5x oksigen var idi. 3x sərf olundu. 2x qaldı. Neçə faizi istifadə olunmuyub? 5x bizim 100%-imiz olarsa, 2x bunun olar 40%. Cavabımız C variantı. Gəldik növbəti sual. Əmsallaşdırma tənliyində duzların əmsalları cəmini tapın. Deməli, kükürt -2-dən kükürt 0-a, azot isə -5-dən azot -2-yə oksidləşmə dərəcəsi dəyişib. Deməli, -2-dən 0-a kükürt atomu 2 elektron itirib ionu, azot isə 5-dən -2-yə 3 elektron alıb. O zaman 3, 2, deməli 3-ü bura yazsam və bura yazsam, 2-ni isə sadəcə bura yazsam, bura 3 yazdığıma görə burada bir 3 yazıram. Və indi azotlarımı saydım. 6 burada, 2 burada, 8. Hidrogenlərin sayını bərabərləşdirmək üçün 4 yazdım bura. Ən sonda oksigenlərimi sayıram. Əgər doğrudursa, demək ki, reaksiyamı düzgün əmsallaşdırmışam. 24 oksigenim olmalıdır. 6-sı burada, 6-nın 3-ə 18, 20, 24. Duzların əmsalları, ilk duzumuzun əmsalı 3-dür, o biri duzun əmsalı da 3-dür. Deməli, duzların əmsalları cəmi 6-dır. Cavabımız D variantı. Növbəti suala baxırıq. Nisbi molekul kütləsi X olan iki turşulu əsasla. Deməli, hər hansı bir iki turşulu əsas götürək. A, OH2 və bunun kütləsini götürək X. Eyni nisbi molekul kütləsinə malik turşu. Deməli, H3Y qoyaq bura. Bu da X-dir. Və əmələ gələr. Deməli, A3Y2 üstə gəlmək su. O zaman bura 3 düşər əmsal. Bura 2 düşər və suyun qarşısına da əmsal 6, 6, 12 hidrogenimiz olduğuna görə 6 da bura düşər və beləliklə oksigenlərin sayı da düzəldi. Deməli, 3x sərf olundu əsas, 2x sərf olundu turşu. Bunun kütləsinin hər hansı bir B ədədi qoyaq və burada 6 vurmaq 18. Deməli, reaksiya girən maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir. 5x bərabərdir B, üstə gəlmək 108, onda B bərabərdir 5x çıxmaq 108 cavab.